Girdi müziği. Ama düzeltemedim onu, neyse. Bir yoktu bir danışık. Salam aleyküm, akşamınız xeyir. Bir tane Mirzə Ələkbərin sözü var. Onunla başlayacağım. Mirzə Ələkbər deyirlər ki, dünya necə düzələr? Deyir, hər kəs öz poxungisi onunla düzələr. Misal çəkirəm ki, bəziləri var, zəng eləyir. Deyir ki, mən söhbət edirəm, məndən söhbət elə. Deyirəm, kimin yerinə söhbət edirsən? Deyir, Rüfətin yerinə. Deyirəm, onda mənim də yerimə sən olan yerdə gəlsin, bir nəfər söhbət eləsin. Sonra həmin adamı zəng eləyəndə bir hamısı blok atır. Amma telefonda şifrə eləyir. Deməli belə, mən 10 ay səbr elədim, 10 ay gözlədim, elədim. Ofşun bir dənə söyüşə görə bütün söhbətləri yaddan çıxıramı deyir, öldürəcək. Mənim özümə heç kimə hədiyyə eləmək fikrim yoxdur. Padarka da öyrəmirəm. Mənə bugün Moskvadan zəng edib deyirlər ki, saat yarıma sənin yanına gəlir, gəl görür. İnsan balası kimi etdim ki, o söyüşü videonu mən özümdə bəyənmirəm. Var yox söyüş. O söyüş mənim videoda, özə mən paylaşmamışam onu. Kimsə paylaşıb, o deməkdir ki, kimsə səhərsi gəldi, mənim qorxutdu elədi. Mən belə etdim, öz paynetkama görə dedim ki, o düzdür. Bugün bir iki sözlər gəlməyə çatır ki, deyiblər ki, biz Turalı tanımırıq, Turala heç kim söz verməyib, ofşun Tural pul verməyib, pul qalsın, yəni Turala iş söhbəti heç kim verməyib, Tural qatdı, öləcək. Bunu da bilirlər nəyə görə deyirlər, çünki mən diz olamayan sabı öldürsələr, əgər öldürə bilsələr, bu sual altındadır. Mən öldürsələr, millət qalxacaq, deyəcək ki, o haqq deyirdi, onu niyə öldürdünüz? Onda ki, cavab verə bilməyəcək, çünki düz yəni kimi öldürmə, heç kimi öldürməz. Əslində ki, nəsə adıma qara yaxmalıdırlar, mənə yalancı kimi göstərməlidirlər ki, sonra məni öldürə bilsinlər. Ona görə də bu da pis taktikadır, qəşəydir, bəyəndim. Yəni ki, biri deyir ki, Tural pul verməyib, biri deyir ki, bunu tanımıram, məndən şeydir, mən ona söz verməmişim. O bir də zəng eləyir, deyir ki, gəl görüşək, konum atmayın gələm saat yarıma. Hər kəsə deyirəm, 100 dəfə də zəng eləsiniz, 80 dəfə də zəng eləsiniz. Mənim söhbətim Rüfətləndi. Yəni, pul söhbətimi düzdür, Murada vermişəm, amma Murad əgər məni anladıbsa, birincidir, mənə Rüfəti anladı, onun yanındaydı, onun evimi içiriyirdi Rüfət. Bu, Rüfətin problemidir. Amma iş söhbətinə qalanda, mənə Rüfət söz verib ki, bu iş həll olacaq, belə olacaq. Qardaş, sübuta qalanda, hamımız kişiydi, üzbəüz görüşmüşük, sübuta niyə yoxdur? Mən aeroporta çatanda məni onların adamı gəlib qarşılayıb, biraz gecişmişdi, yarıya qədər taksi ilə getdi. Yarı yoldan gəldi, post var idi, postun yanında bizi götürdü. Apardı otelə. Sonra gecə 3-də, 4-ün yarısı Rüfətin özü gəldi, oturub kofe içmişik. Deməli, mənə verilən söz tutmayanda, dekabr ayın 10-undan yanvarın 12-sinə kimi, 13-sinə kimi mən söyləndə, deməli, o normaldır. İş düzəlmədi, hamı deyirdi ki, Tural yandırdı, özü getdi, İranda oturdu. Bu necə kişidir? Onda mənim kişiliyimə, mənim adıma 1000 dənə söz gəldi. Həmin vaxtda deçdə və zəng elədim ki, bu işi əllə eləyim, bəs mehribançılıq olacaqdı, belə filan. Hamısı söhbətdən qaçırdı. Neysə, deyirlər ki, zəng eləyənlər çıxmısan, internetdə söyürsən, eləyirsən. 80 dəfə demişəm, yenə deyirəm. Mən fevral ayından pul istəmişəm. Fevraldan buna qədər də normal insan kimi internet vasitəsilə istəməmişəm. Zəng eləmişəm, mesaj yazmışam.
Bugün bir də zəng edir ki, sağdan yandırarsın. Mən səsimi zapsayırsan. Mən səs zapsayırsan, mənim telefonumda 80 dənə mesaj var. Açıb qoyaram da mesaj ki, Muradla. Nə səs atmışam, nə deyib. Mənə yaraşmaz. Mənə kim zəng eləyirsə, heç kimin səsində yazmıram. Həqiqət nədirsə onu bilirəm, kişidirlərsə boyunlarını alırlar. Yəni tutmasınlar mənim bir dənə söhüşümdən. Sən bu söhüşü söymüsən, buna görə öləcəksən. Sən məni 10 ay doluyanda, mənim ailəm içəri gedəndə bir gün içib partlayacam da təbii ki. Yenə deyirəm, ondan özümə haqq qazandırmıram. Əslində kim olsa söhüş söyər özü. Özünü söyməyə haqlıyam, amma o söhüşü nə qədər düz olsam heç kim gərək söyməsin. Özümə yaraşdırmıram. Səhərsi özüm video çəkmişəm ki, mənim heç kimin ailəsində işim yoxdur. Söhüş təbii ki düzdür. Amma ki, var mənə tema eləyəsən, var ki, mən tək olmamışam. Sən deməli, mənə tema gözü ilə baxmısan, mənim ailəmə də tema gözü ilə baxmısan. Yəni, mən bu söhbəti namus tərəfindən götürsəm, sualları indi oxuyuram. Onda mənim qabağımda heç kim dura bilməz. Heç kim mənim qabağımda dura bilməz. Amma mən deyim ki, söz vermişsən, sözü tutardın. Başa düşmədim. İndi özünüzdən götürün, Luboy götürsün. Biri sənə söz verəndə, o işi görməyəndə nə edirsən? Ona oturub dua edirsən, nə vaxtsa söyləyəcəksən də. Mən də işləyim, o videodan yazmayam. Əgər o video mənim səhifəmdən paylaşılsaydı, siz deyəndə, kimsə dostları ilə götürüb paylaşıbsa, demirəm mən döyürəm, mən söyməmişəm. Söymişəm, amma deyirəm ki, o var yox söyüşü zat, o mənə yaraşmır. Çünki heç kimin anasının, bacısının bu söhbətdə günahı yoxdur. Hətta birinci canlıyam dedim ki, anadan, bacıdan üzr istəyirəm, həqiqətən. Çünki onların nə dəxli var bu söhbətə. Amma Rüfət səhvdir. İndi mən deyirəm ki, mənə zəng deyirlər ki, qaqaşı özümü zəng eləyək, sənə danışdıraq. Başa düşmədim, o özünü ağırdan satır, məndən danışığa çıxmır, məndən görüşə çıxmırsa, mən nədir, düşüyəm, qasa gedim. Mən 10 ay zəng eləyəndə, deyərdi ki, Tural, gəl falan yerə. Onda gedərdim. 10 ay insan kimi onu axtaranda o qaç, gizlən, ya da yanındakı ona xəbər vermə. İndi söhbət bu həddə çatanda Turalı öldürəcək, Tural söyüşsün. Turalı söyüşü siz məcbur eləmişsiniz. Sən normal hərəkət eləsəydin, mən sənə söyərdim, yox. Sən mənə anladımsan, söhbətə də çıxmalısan. Söhbətə sən çıxacaqsan. Mənə bu gün zəng eləyə. Adın nə idi sənin? Nəysə, adını demirəm. Oturmuşsan Moskvada, deyirsən ki, var yoxuz, kim bir saat yarıma sən deyən yerdəyəm, konuma gəldim. Sən İranda döyürsən, heç, amma deyirsən bir saat yarım. Yarmır, Roma atmıraq dostluq, necə qoşum? Gərək kimsə atsın, qoşum. Mən özə başım da çıxmır qoşmayla. Necə qoşurlar? Uzun sözün qısası. Deyək ki, pul söhbətindən, Murad deyib, mən bugün pul söhbətindən xəbərim yoxdur. Murad, 10.000 dolları sən Əcəmin axısına götürmüsən, maşında oturmuşsan, Rəşad düşüb götürüb. 50.000-i Bəhruzdan götürmüsən, 75.000 də Gənclikdə dostumu göndərib. Subut deyirsən, bu da subut. Necə qoşum, qoşmağı bilmirəm ama. İstəklər. Salam aleyküm. Bunu gerək öyrənəm. Necəsən? Salam aleyküm. Sağ ol qardaş, sən necəsən? Sağ ol, razı olsun, yaxşısan. Şükür Allaha. İlk dəfə də düzgün qoşdum deyəsən, hə? Qoşdun. Yığan olmayıb sənin? Necə? Yığan olmayıb səni? Yox, bu 2 dənə bayaq mənə deyirlər ki, Yoxşum, gəl xoşluqla görürsən, adam kimi öldürək. Yoxsa səni qız kimi öldürəcək.
Deyirəm, Sən mən kimi səndən öldürürsən? söhbətim yoxdur, məndən görüşmək istəyirsənsə. Hə? Güya da attım irəm burada. Sən deyərəm, WhatsApp-da deyərəm. Tanıyacaqsan kimdir? Kim Gəncəlidir o da. Ya burada rayonzad bölmür, yalnız Azərbaycanlıyıq. Mən də dedim ki, mənimlə ilk söhbətim, tələ söhbət deyirlər ki, Rüfət sən kimsən, səndən söhbət eləsin. Yaxşı, mən kiməmsə bilirəm, məndən söhbət eləsin. Saat 3-4-ün yarısı mən o otelə niyə gəldi? Niyə adamın Mənə yığmışdı mən onu. qarşı... Mənə yığmışdı Hə, yarım saat bundan o özü yığmışdı. Deyir, sən niyə qol qoyursan bu işə? hə, Qol qoyma söhbət hə, deyil, belə söhbət olub olmuyor. Mənə çağırdı Dubaya. hə. Dedi, Dubaya gələrsən, dedim problem deyil. Dubaya yox, qıraq ölkə. Misirə gir, gəlirim. Dedi, yaxşı, səninlə görüşəcəm. Mən səninlə görüşəcəm, amma sənin dayıya mənim hörmətim var. Onunla çörək kəsmişəm. Dedim, hörmətli olan oğlan, mən sənə dedim ki, almısansa verməlisən. Sən mənə hörmətin olsa qaytara verər. Dedim, gələcəm, razı-burası eləyəcək. Onun üçün söhbət belə oldu, çıxdı getdi. Topanla Nazimlə danışdım. Nazimlə bir saat yarım danışdım o ilə. Namazlı idi, dedi namazlıyam. Sonra dedi yoxlanışdıyam. Danışandan sonra dedi yoxlanış olacaq. Yığma yenə mən sənə özüm yığacam. Onun üçün indi mən də bu Nazimin çıxmağını gözləyəm. Çıxsın. Bir də Nazim dedi ki, mən siz getmədən mən çıxım bir yerə sivyazlaşar gedək. Dedim problem deyil. Mən özüm də gələ bilərəm səndən. Problem deyil. Narahat olma. Sən haqlı Orada ol. mən onunla görüşəcəm, yığacam görüntülü sənə də. Deyəcəm, bax budur. Vermirsən, verməmişsən, üzbəyüz. Burada yenə deyirəm, haqq olan yerdə haqqı bilənə eşidirsən məni qaqaş, haqqı heç kiməyə bilməz. İstəyir oğru olsun, istəyir doğru olsun. Xod barabıskoyun başını buraxıram. Adı belə götürürəm. Sən müdürsən, kimisə işlədimsən, götürüb onun pulunu yer deyirəm. Yeyə bilməzsən sən onu. Liboy bir insana aiddir. Heç kimin onun pulunu yiyənməz mənim əzizim. Başa düşürsən nə deyirəm? Amma Tamam. haqq hesabı başqa söhbətdir. Mən oğrunun, varabıskoyun hər şeyin başını buraxıram. Adi bir Azərbaycan bir insanı kimi, müsəlman bir insanı kimi danışıram ki, yəni heç kimin haqqını yeyə bilməz. Düz hərəkət deyil bu. O da deyir ki, belə söhbət olmuyor. Dedim, problem deyil. Görüşək, razburası eləyək, görək bu nə söhbətdir də, bu nə temadır. Yəni, oğrusan. Səni də oğru kimi tanıyıblar. Dedi, aha, dedim, Allah sən okey versən, görüşək, gedək, görüşək, problem deyil. Bəs Söhbət belə. mən bu söyüşmə takılıb qalanlar var ha. O nə deyəcək? Mən dedim, bütün suallara cavab O versinlər. Mən söyüşdür, insansan, ya deyim. Sən öyle söyüş durub, söymüsən, birinci sən onu səhv hərəkətlənmirsən. Sən söyüş söyməli deyildin. İstəyir kim olur olsun, yəni hər Arabskoy qoyuram, qırağa, mən bax bir insan kimi oturub bir söhbət edirəm. Bir vətəndaş kimi. Söyüş söymək ümumiyyətlə acizlikdir. Gərək heç vaxt insan gərək söyüş söyməsin. Söyüş söyməz biraz yaxşı hərəkətlər deyil. İkinci sən bunu demirsən, durub demirsən ki, qardaş, mən üzr istəyirəm də, səhv eləmişəm. Mənə səhvimə görə bağışlayın. Mən sənə başa düşdüm. Özün ki, heç də mənim qorxudmayıb presləməyib. Öz paynetkama görə çəkmişəm, qoymuşam. Çünki Söymüsən, demirsən ki, söyəndən sonra da demirsən ki, bağışlayıb. İndi bu da çıxma aydınlıq verməli ki, bu əsas Murad var, Murad. Murad bu bidina, şərəfsiz, üzdən İraq başa düşdün. Burada dalı dağılmalı adam olsa, mən sənə deyirəm, o stolda Muradın birinci dalı dağılacaq. Başa düşdün? İnsan insana atpisat olanda, durub atpisat eləmək başı ilə atpisat olmalıdır. Mən kiməm, nəyəm? Nə deyirəm? Mən bütün rəhmətliklərindən bir yerdə olmuşam, sən özün yaxşı da bilirsən. Nazim özü də yaxşı bilir. Başa düşdün? Mən burada demirəm kiməm, nəçiyəm. Ya sən özün yaxşı bilirsən mən kiməm. Yəni ona görə də hər şeyin yeri var, vaxtı var, zamanı var. Sən heç bir ürəyini sıxma. Haqq var, ədalət var. Hər şey öz yolunu tapacaq. İnşallah. Mənə zənglər gəlir. Yəni məni düz başa düşərsən. Mən çox bura sivyazda sənə başa bilmirəm. Mənə qaqaşlar yığır. Yaxşı insanlar yığır. Ona görə mən sivyazlıyam. Sən də məsləhət olur ki, canını bağlayırsan.
Canlını Həm bağlayırsan, də gedib oturub dincələsin. tamam qardaş, şey eləyərəm. Özünə yaxşı bax, Allah Yoxsa amanında, sən də qardaş. minnətdaram. Bir Sağ də ol, prosta sağ bir ol. dənə söz deyim, nə qədər sən buradasan, baba, Aycan, bu etdücü. Bir dənə söz deyim. eşidirəm. Bu ki zəngbillər məni görüşə çağırırlar. Bunlar buradan, sən burada olanda qoy demir lan eşitsin. Yəni mən padarka döyürəm, hədiyyə döyürəm çıxım. Mənim yəni hədər özlərini yığmasınlar. Yəni onlar kimisə arxasına yığacaq, deyir mən gəlirəm, onda mən də gəlmirəm, mənim yerimə Əli gəlir, Vəli Ağa, gəlir. Yerini mən tutay, bunu mənim anonsa kimlə verərəm. Mən bir daha bu sözü ondan verəm. sonra. Səni kim çağırır ha? Bundan Rüfətin xəbəri yoxdur. Səni kimlər çağırır, kimlər səni çağırmır. Mən deyirəm ki, bayaq oyuna danışmışam da. Deyir ki, mənim xəbərim yoxdur. Səni kimlər çağırırsa, birbaşa mənim nömrəmi perevadlər, dinən Berlindən yığın danışın, Almaniyadadır. Yığın Liboy bir insanın, atıram konumu gəlsin mənimlə görüşsün. Liboy fərq eləmir, kimliyin asılı olmaq istəyir. Ən dünyalı səviyyəli oğlu səni yıxsın, götürüb səni Badir yıxsın. Səni belə piçılmasın, necə deyim, Peker yıxsın, problem deyil. Ver mənim nömrəmi, görüşsün mənimlə. Mən Almaniyadayım, fərq eləmir, kimliyin asılı olmayaraq. Başa düşdün? Yəni mənim daim əyilən kişi olmayıb, mən kimisə qabağında əyiləm. Başa düşdün? Xod Varabskoy yaradan mənim daim olub. Başa düşdün mənim əzizim? 100%. Bilirəm. Görəm səni özündən müğayət ol, Allah amanında. Allah. Lazım da deyil. Get iş ve sənəti bir gör, get otur dincəl günə. Yaxşı mı? Tamam, tamam.